Salamlar olsun hamıya. Bu günləri 1978-ci ildə çəkilən Piranha filmi haqqında danışacağım. Bu film həqiqətən də gözəl və maraqlı filmlərdən biridir. Filmin əsas mövzusu barəsində danışaq. David ilə Barbara meşədə gəzərkən qadağan olunmuş hovuza gedirlər və orada piranhaların hücumuna məruz qalırlar. Gəlin piranhalar haqqında sizə məlumat verim. Piranhaların mənası vəhşi balıqlar deməkdir. Onlar əsasən Cənubi Amerikanın Amazon və Orinoco və ya digər çay sistemlərində yaşayan kiçik amma çox iti dişləri olan balıqlardır. Onlar ət yeyən yırtıcılardan biridir. Onların uzunluğu adətən 15-25 sm olur. Onlar balıqlar, xərçənglər və bəzi heyvanların cəsədlərinə qidalanırlar. Davranışları isə sürü ilə gəzərək ov edirlər. Dişləri iti və uc-bucaq formasındadır. Çənələri isə güclüdür. Bu filmə baxmağı unutmayın.